Təxminən bir il öncə pasiyentin 5 barmağında əmələ gəlmiş qanqrena səbəbilə amputasiya etmişik və bir il keçibdi, ayağın alt hissəsində filan hər hansı bir döyənəyimiz və ya hər hansı bir təkrar yara olması, yaxud da ki, yara defektinin kiçik bir hissədə qalması kimi bir nüans yoxdur və pasiyent bunun üzərində rahatlıqla gəzir, dolanır və adi ayaqqabıda. İndi birazdan pasiyentin ayaqqabı geyinib gəzməsini də çəkəcəyik ki, insan barmaq olmadan, demək olar ki, heç də büdrənmədən rahat şəkildə ayağını gəzib istifadə edə bilir. Ayağın alt hissəsini sümük hissənin üzərinə qatladığımız üçün burada bir yastıq rolunu oynayacaq əzələ kütləmiz var, dəraltı sahəmiz var. Bu isə buranın maksimum dərəcə travmalardan qoruyur və əgər bir il sonra görüntü olaraq ayağımız budursa, inşallah bir ömür təkrarı problem olmadan xəstə rahat gəzib dolana biləcək. Sizə minnətlərim bilirəm, doktor. Siz varsınız, səhərlə o bilir. Allah sağ olun. Var edilsin, uğurları sağlığı çox olsun. Allah ömür versin. Belə xəstələrin ötəsindən gəlirsiniz, sağlıqlısı və siz deyiləməmişəm. Gəzin zəhmət olmasın. Bir də təkrar mənə tərəf gəlin. Hiss eləməzsən ki, bir problem var. Maşallah olsun. Çəkiyə nəzarət vacibdir.